Fuad müəllim, bugün çox böyük bir görüş oldu, geniş tərkibli bir görüş oldu, həm də səmimi, açıq bir müzakirə oldu. Sizin fikriniz nədir? İstədiyiniz nəticələr alındımı, istədiyiniz təklifləri eşitdinizmi və bu təkliflər nə dərəcədə reallıdır? Bu bölgədə yaşayan Azərbaycanlılar bizim başqa soydaşlarımızdan fərqlənir. O baxımdan ki, burada daha çox müəyyən ixtisas üzrə, müəyyən istiqamət işlə məşğuldurlar. Daha çox həkimlərdir, neft sənayesində işləyənlərdir. Bizim səfərimiz bura 2019-cu ildə olmuşdu ilk dəfə və o vaxtı biz nə etmək istəyirik? Azərbaycan dövlətinin bu istiqamətdə siyasəti nədir? Hansı nailiyyətlər əldə olunmalıdır? Və bugün siz də gördünüz ki, bugün burada möhtərəm cənab prezidentin diaspora siyasətinə olan dəstəyi vurğulandı. Nəticələr göz qabağındadır və burada olan say baxımlı insanların daha təşkilatlanması, eyni zamanda digər ölkələrdən gələn artıq bizim koordinatlarımız bu günlər burada iştirak edib, 8 ölkədən bu günlər burada icma nümayəndələri var idi. Və bildirmək istəyirəm ki, artıq bu illər ərzində həm dövlətin diaspora siyasətinə, həm eyni zamanda komitənin həyata keçirdiyi iri layihələrində demək olar ki, bütün bizim soydaşlarımız çox fəal iştirak edirlər. Bu baxımdan təşkilatlanma prosesi artıq baş tutub və biz artıq bu günləri burada konkret istiqamətləri müzakirə elədik. Misal üçün, Azərbaycan evinin açılması, böyüyən nəsil üçün Azərbaycan dili, Azərbaycan mədəniyyəti istiqamətində həyata keçirilən layihələrin davamlı şəkildə olunması. Eyni zamanda artıq suallar da var idi. Bir çoxları buranın vətəndaşlığını alıblar. Onlar da buranın vətəndaşı kimi müəyyən qədər fəaliyyət göstərmək istəyirlər. Ümumiyyətlə bildirmək istəyirəm ki, bu bölgədə yaşayan bizim soydaşlarımızın təşkilatlanması çox qənaətbəxşdir və onlar Azərbaycan dövlətinin yanındadırlar və bunu burada vurğuladılar və bu da möhtərəm cənab prezidentin diaspora quruculuğuna olan siyasətin nəticəsidir ki, bu günləri bütün dünyada bizim soydaşlarımız Azərbaycanla maraq alırlar, Azərbaycanın təbliğatında çox fəal iştirak edirlər. İnanıram ki, bu görüşlərin bəhrəsi, necə ki, bunun əvvəlki görüşlərində bizim daha da böyük, daha da təşkilatlanmış diasporaya gətirib çıxaracaq. Təklifləri nə qədər maraqlı və reallıdır? Burada spesifik yanaşmalar mövcuddur. Siz bilirsiniz ki, hər ölkənin qanunvericiliyinə görə diaspora deməli təşkilatları fəaliyyət göstərə bilir. Ona görə bizim belə bir təcrübəmiz var idi. Misal üçün, Marakeşdə Marakeş Azərbaycan Dostluq Cəmiyyəti yaranmışdır. Burada belə bir təklif də oldu. Mənə elə gəlir ki, bunun üstündə işləmək olar. Eyni zamanda Azərbaycanın təbliği ilə bağlı burada təkliflər verildi. İstər Azərbaycanın mədəniyyəti, istər mətbəxi ilə bağlı. Mənə elə gəlir ki, bu real təkliflər idi. Eyni zamanda Azərbaycan dili, rəqs dərslərinin açılması da müzakirə olundu. Bu da komitənin son illərdə həyata keçirdiyi işlərdir. Yəni, çox rahat şəkildə biz bunu həyata keçirə bilərik və ən əsası isə bizim burada artıq siz bir Saudi Ərəbistanın 13 bölgəsi var. Demək olar ki, bir çox bölgələrində Azərbaycanlılar yaşayır, fəaliyyət göstərirlər, işləyirlər. Bu baxımdan düşünürəm ki, bunların da bir məlumat bazasının formalaşması artıq bitib və onların deməli fəaliyyətinə uyğun olaraq diaspora komitəsi onlar üçün xüsusi yol xəritəsi də hazırlayacaq. Burada belə bir təklif irəli sürüldü ki, bizə lazım olan istiqamətlər müəyyənləşəndən sonra komitə bizə dəstək olsun. Necə ki, bu illər dəstək olmuşuq. Yəni, düşünürəm ki, bu üç istiqamətində biz işimizi davam etdirməliyik. Burada səfirliyin də çox böyük fəaliyyəti var. Onu da vurğulamaq istəyirəm ki, bu işdə biz birgə bu işləri həyata keçirə bilərik. Çox sağ olun.